Naxçıvan şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ərazisində payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı seminar müşavirə keçirilib. Naxçıvan şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları elektrik və qaz təsərrüfatı xidmətlərinin, eləcə də yaşayış binalarının təsərrüfat işlərinə cavabdeh şəxslərin iştirak etdiyi seminarda payız-qış mövsümündə əhalinin təhlükəsizliyinin təmin olunması, yanğın və dəm qaz hadisələrinin qarşısının alınması istiqamətində görüləcək qabaqlayıcı tədbirlərdən danışılıb. İştirakçılara qaz və elektrik avadanlıqlarından təhlükəsiz istifadə, tüstü bacalarının təmizliyi və isitmə sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi xatırladılıb. Həmçinin payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən işlərdən söz açılıb. Əsas məqsəd payız-qış mövsümü dövründə yaşayış müəssisələrində, yaşayış məntəqələrində yanğın, partlayış və dəm qazına zəhərlənmə hadisələrinin qarşısının alınması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsidir. Tədbir müddətində aidiyyatı vəzifəli şəxslərə, eyni zamanda müvafiq orqanların rəhbərlərinə bununla bağlı ətraflı məlumatlar verilmiş və qış mövsümündə yaranan təhlükələrə qarşı tədbirlərin görülməsi istiqamətində tövsiyələr verilmişdir. Sonda mövzu ilə bağlı suallar cavablandırılıb. Pərvin Səfərzadə, Namiq Abbasov, NTV Xəbər.